106'ya baxaq. 106'da bizə nə istəyir? X istəyir. Mən birinci bunun qaydasını istəyirəm, yadımıza salaq. Qaydası necə idi? Evin krişasına bənzəyirdi demişdim. Belə, belə. Nətər idi onda? Tutaq ki, bura alfa, bura beta olarsa. Mən bu X-i necə tapırdım? 3A üstəgəl A bərabərdir X-a. Yəni buranın qaydasına görə kənardakıların cəmi ortadakindən bərabər idi. X bərabərdir nəyə? Alfa plus betaya. Düzdür? İndi bizdə də bax, bu kənardakılar hansıdır? 3 alfa ilə alfa bərabər olmalıdır ortadakına. Yəni X bərabərdir 3 alfa üstəgəl alfa bərabərdir 4 alfa. Mən bu X-i yenə yaza bilərəm 4 alfa onda. Hə? Və qonşu bucaqların cəmlisi dərəcə olur. 180 dərəcə. Onda yazıram 2 alfa üstəgəl 4 alfa bərabərdir 180. 6 alfa bərabərdir 180. Alfa neçə eləyir? 30 dərəcə. X-ə də demişəm 4 alfa. 4 vur 30 eləyir 120. Bax, bu bir yol. İndi sizə başqa bir yol açıqlamasını verəcəm, niyə belədir. Bunu başa düşdük. Bunu başa düşsəz, vaxt itirmədən rahatlıqla tez yaza bilərsiniz. Əgər tutaq ki, mən unutmuşam qaydanı, onda necə yaza bilərəm uşaqlar? Baxın. Mən görürəm ki, nələr paraleldir. Deyir birdən deyir ki, görürsünüz, bundan bu nədir? Paralel. Mən bu paraleli biraz uzadıram bura qədər. Gördünüz bunu? Əgər bura 3 alfadırsa, burada 3 alfadır, razısınız? Qarşı-qarşı bucaqlarda axı. Düzdürmü? Bir də əgər vasitələ göstərirəm, bura alfadırsa, o bura sürüşüb uyğun bucaq olaraq alfa olaraq gəlirmi? Baxın, görə bilirsiniz. Qırmızı ilə göstərəcəm. Bax, bu alfadırsa, burada alfadır. Razısınız? Sürüşdü oradan ora. Oldu nə qədər? Alfa. Görə bildiniz? Alfa oradan ora sürüşdü. 2 alfa özünə var idi, 3 alfa da qarşılıqlı idi. Deməli, bu 3 bucağın daxili bucaqların cəmi nə qədər olmalıdır? 3 bucağın daxili bucaqların cəmi neçə dərəcə olur? 180. Onda yazıram alfa, üstəgəl 2 alfa, üstəgəl 3 alfa bərabər nəyə? 6 alfa bərabərdir 180-ə. Alfa dediyi neçə dərəcə? Onsuz da belə də 30 tapmışdım. Belə də 30 tapdım. İndi mən X-i tapmaq üçün gətirib birini qoyub hesablayacağım. Bunun üstündən bəzi yazdıqlarımı silirəm. Rahatlıqla görə bilim deyə. Alfa 30-da axı, bura oldu 2 vur 30, 60. O da onun qonşusu eləyir 120. Yəni, belə də tapa bilərsiniz. Yaxşı? Aydındır mı?